Herkese salam. Bizim bugünkü izah mövzumuz iki düz xəttin üçüncü bir düz xəttlə kəsişməsindən alınan bucaqlar mövzusu olacaq. Əslində bu asan mövzudur. Əzbərləməyə ehtiyac yoxdur. Çalışın ki, başa düşəsiniz. Əgər başa düşsəz, yəni nə qədər bu tapşırıqdan olursa olsun, siz onu bezmədən, yorulmadan həll etmiş olacaqsınız. Əvvəlcə gəlin bucaqların adlandırılmasından başlayaq. Adlandırılması necə olur? Baxın, əgər siz bilmirsinizsə ki, 1 hardadır, 2 hardadır, əzbərləməyə çalışırsınızsa, bunu etməyin. Baxın, asan yol nədir? Birinci tərəf haradır? Bu hissə düzdürmü? Buradan başlayıram 1 olaraq adlandırmağa. Digər bucaqlarımız isə saat əqrəbi istiqamətində. Saat hara gedir? Baxın, bu istiqamətdə başlayır. Bu cürlə saatımın əqrəbi hərəkət etmiş olur. Baxın, eyni ilə də bu bucağımızı da adlandıranda saat əqrəbi istiqamətini adlandıracağıq. 1, 2, 3, 4. Bu hissə bitdimi? Keçirəm aşağı. Yenə başlayıram birinci hissədən. 5, 6, 7, 8. Baxın, saat əqrəbi istiqamətində mən bucaqlarımı adlandırmış oluram. Yəqin ki, bu hissə aydın oldu. Yəni, əzbərləməyin. 1 hardadır, 2 hardadır. Yəni, istədiyiniz cür bucaqları adlandıra bilərsiniz. Məsələn, baxın, 1-dən 2 verib. Burada saat əqrəbi istiqamətindən getdi? Yox. Burada bu cürlə 1, 2, 3, 4 kimi rəqəmlədi? Yox. Yəni, bucaqları istədiyiniz kimi adlandıra bilərsiniz. Amma əgər sizə bu cürlə hamısını istəyirsə, onda saat əqrəbi istiqamətinə asanlıqla, yəni başlayaraq bucaqlarınızı adlandıra rəqəmləyə bilərsiniz. Aha, indi əvvəlcə nədən danışacağıq? Baxın, bu bucaqlarda hansı anlayışlar var? Çarpaz bucaqlarımız var, bir tərəfli bucaqlarımız var və uyğun bucaqlarımız var. İndi nədən başlayaq? Əvvəlcə gəlin, çarpaz və bir tərəfli bucaqları adlandıraq. Yerdə nə qalsa həmin bucaqlar uyğun bucaqların payına düşmüş olacaq. Baxın uşaqlar, çarpaz və bir tərəfli bucaqlar iki cürdür. Xaricdən və daxildən çarpaz bir tərəfli bucaqlarımız var. Gəlin indi başlayaq. Əvvəlcə hansından başlayaq? Gəlin elə bir tərəflidən başlayaq. Bir tərəfli nə deməkdir? Gəlin bu şəklin üzərini izah edək. Baxın uşaqlar, bir tərəfli nə deməkdir? Yəni baxın, ya sağ tərəfdədir, ya da sol tərəfdədir. Baxın, bir tərəfə baxıram. Ya sağa baxacağam, ya sola baxacağam. Yalnız bir tərəfə. İndi baxıram, daxiləmi baxım, yoxsa xaricəmi baxın? Baxın, daxili hissə bura adlanır. Baxın, bu iki düz xəttin arasında qalan hissə bizim daxili hissəmizdir. İndi baxıram. Dedim axı, bir tərəfli bucaqlara baxıram. 3, 6. Baxın, mənim bir tərəfdə olan bucağım. Baxın, bucağı da bu cür işarə eləyəcək. Bucaq 3 və bucaq 6. Bunlar nədir? Daxili bir tərəflidir. Baxın, daxildədir və bir tərəfdədir. Daxili bir tərəfli bucağım adlanmış olacaq. Eyni ilə də 4 və 5. Bunlar da mənim sol tərəfdən bir tərəfli və daxili bucaqlarımdır. İndi baxıram. Daxili bildiyimi hansılardır? Aha. Daxil, bax 3 ilə 6, 4 ilə 5. Daxildə qalan bucaq. Bəs yaxşı, xarici hansı hissələrdir? Baxın, aşağıda olan hissələr, bir də bu hissələr nədir? Xarici hissələr adlanır. İki düz xəttin arasında qalan hissə daxilidir, digərləri isə nədir? Xaricidir. İndi nədən danışırıq? Bir tərəflidən danışırıq. Yenə həmin qaydadan. Baxın, bir tərəfə baxıram. Baxın, bu istiqamətə baxıram. Xaricdən bir tərəfli bucaqları tapmalıyam. Hansı olacaq? Bucaq 2, bucaq 7. Mənim xaricdən, baxın, bir tərəfdə olan bucağımdır. Sağ tərəfdə, xaricdədir, bir tərəfdə dayanıb. Bir tərəf dediyi anda, siz baxın, bu hissəni görməzdən gəlin. Baxın, bu hissəni görməzdən gəlin. Bura baxın, bir tərəfə baxın, digərinə baxmayın. Yaxşımı? Aha, indi isə baxaq nəyə? Bucaq 2 və 7 mənim sağ tərəfdə olan bir tərəfli xarici bucaqlarımdır. Bəs yaxşı, sol tərəfə baxaq. Yəni bu hissədən danışaq. Bu mənim isə sol tərəfdə olan bir tərəfli bucaqlarımdır. Burada hansılardır? Xaricə baxsaq. Bucaq 1, bucaq 8 mənim xaricdən bir tərəfdə olan bucaqlarımdır. Aydın oldu mu? Gəlin indi bir yerdə deyək. Deməli, bu hissəni pozaq. Deməli, deyirik. Bucaq 3 və 6, 4 və 5 mənim daxili bir tərəfli bucaqlarımdır. 3, 6, 4 və 5. 3-ün 6, 4-dən 5. Bəs yaxşı, xaricdən danışsaq,
Bucaq 2 və 7, bucaq 1 və 8 mənim xarici bir tərəfli bucaqlarımdır. Daxil deyəndə bu hissəyə baxdım, xaric deyəndə isə baxın bu hissəyə baxmış oldum. Aha, bunları bildikmi? Bir tərəfli bucaqlar. Yəni bir tərəfdə dayanan bucaqlardır. İndi nədən danışırıq? İndi çarpaz bucaqlardan danışırıq. Əslində çarpazla o bir tərəfli bucaqlar bir-birinin əksidir. Məsələn, çarpaz deyəndə ancaq bura baxıram və yaxud da bura baxıram, düzdürmü? Amma çarpaz deyəndə əslində edirəm. Hərəsindən birini götürürəm. Baxın, hər tərəfdən birini götürürəm. Çarpaz. Baxın, bu cürlə çarpaz bucaqlardan danışmış olacağıq. İndi gəlin baxaq. Yenə daxildən başlayaq. Daxildən çarpaz edirəm. Bucaq 4 və 6 xarici çarpaz, daxili çarpaz, bucaq 3 və 5 digər daxili çarpaz bucaqlarımdır mənim. Deməli, hansılar oldu? Bucaq 4, bucaq 6, bucaq 3 və bucaq 5 mənim hansı bucaqlarımdır? Daxili çarpaz bucaqlarım adlanmış olur. Çarpaz deyə nə edirəm? Baxın, bu mənim xəttimdir. Hərəsindən bir tərəfdən, baxın, götürürəm. Birini sağdan, birini soldan. Birini soldan, birini sağdan. Baxın bu cürlə. Hər tərəfdən birini götürmüş oluram. Aha, indi nədən danışdıq? Daxildən danışdığım, indi başlayaq xaricdən danışmağa. Xaricdən danışsam nə edəcəm? Baxın, buradan, rəngini dəyişək. Buradan birini götürəcəm, ondan birini götürəcəm. Buradan birini, buradan birini. Deməli, çarpazda baxıram da. Baxın, bir-birinin çarpazında olan bucaqlara baxıram. Bucaq 1, bucaq 7, daha sonra bucaq 2 və bucaq 8 mənim hansı bucaqlarım oldu? Xarici çarpaz bucaqlarım adlanmış oldu. İndi gəlin bir yerdə yenə təkrar edək. Aha, deməli, mən bildim ki, bir tərəfli bucaqlarım hansılar oldu? Bir tərəfdə olanlar hansılar oldu? Daxildə olanlar hansılar? Daxil deyəndə bura baxıram. Xaric deyəndə isə bu tərəflərə baxmış oluram. Aha, indi isə baxaq. Mənim daxili çarpaz bucaqlarım hansılar oldu? 4, 6, 3, 5. Xarici çarpaz, baxın, xəttin hər tərəfinə birini götürəcəm. Daxildə də bu, yəni üsuldur. 1 və 7, 2 və 8. Mənim xarici çarpaz bucaqlarım olmuş oldu. İndi uşaqlar, elə gəlin bu şəkil üzərində sizə qarşılıqlı qonşu bucaqları izah etmiş olum. Uyğun bucaqlar qaldı, unutmadan onu da deyək. Baxın uşaqlar, çarpazı bildim, bir tərəfini bildim, düzdürmü? İndi nəyi bilməliyəm mən? Uyğun bucaqlar. Yerdə nə qaldısa, uyğun bucaqların payına düşəcək. Məsələn, uşaqlar, hansılardır? Baxın, gəlin elə bu tərəfdən başlayaq. 2, 6. Baxın, birini xaricdən götürdüm, birini daxildən götürdüm. 1, 5. Bu mənim uyğun bucaqlarımdır. Baxın, hərəsindən birini götürürəm. Bir tərəfə baxıram. Baxın, yalnız bir tərəfə baxıram. 2-ni buradan götürdüm, xaricdən. 6-nı daxildən götürdüm. 1, 5. Eyni ilə eyni qayda. İndi əksinə edirəm. İndi baxıram. 3-ü daxildən götürürəm bu dəfə. Birinci daxildən başlayıram. 7-ni də xaricdən götürürəm. 4-ü daxildən götürürəm, 8-i xaricdən götürürəm. Baxın, bu bucaqlarım da mənim. Baxın, bunu ilə bu, bununla da bu. Bu bucaqlarım isə mənim uyğun bucaqlardır. Mən bir tərəfli bucaqda nə edirdim? Ya ikisini də daxildən götürürdüm, ya ikisini də xaricdən götürürdüm. Çarpazda da eyni qayda. Ya ikisini də daxildən götürürdüm, ya ikisini də xaricdən götürürdüm. Düzdürmü? Amma uyğun bucaqlarda nə edirdim? Hər tərəfdən birini götürərək mən bu bucaqları uyğun bucaqlar adlandırmış oldum. Aha. İndi isə keçək nəyə? İndi isə uşaqlar, biz bu bucaqların qarşılıqlı yoxsa qonşu bucaqlar olmasına danışacağıq. Əvvəlcə gəlin, baxın, bu hissə var ha. Bu hissəni görməzdən gəlin. Biz hələlik yuxarı hissədən danışaq. Bir düz xəttə, o biri düz xəttə kəsək. Bu bizim adi bildiyimiz qaydadır. Məsələn, tutaq ki, açıq bucaqdır. Bu cürlə mən o açıq bucağı iki hissəyə ayırıram. Bərabər yox ha. Fərqli iki hissəyə ayırıram. İti bucaq və kör bucaq adlanan iki bucağı ayırıram. Aha. İndi gəlin baxaq. Yuxarı hissəyə baxsam, uşaqlar, nə görürəm burada? İti bucaq, iti bucaq. Bu hissədə nə var? Kör bucaq, kör bucaq. İndi mən necə deyəcəm? Baxın uşaqlar, qarşı-qarşıya olan bucaqlarımızın dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni, bucaq 2 bərabərdir bucaq 4-ə.
Bucaq 1 bərabərdir bucaq 3-ə. Yəni tutaq ki, iti bucaqda bura düzdürmü? Tutaq ki, bura olsun 70 dərəcə. Avtomatik bucaq 4-üm də mənim 70 dərəcə olmuş olacaq. Baxın uşaqlar, bura 70 dərəcədirsə, mən bucaq 1-i neçə ala bilərəm? Bir düz xət üzərindədir. Baxın, bu açıq bucaqdır. Açıq bucağı mən 2 yerə böldüm. Açıq bucağın dərəcə ölçüsü neçə dərəcədir? Baxın, açıq bucaqdır. Dərəcə ölçüsü 180 dərəcədir. 180 dərəcəni baxın mən belə 2 yerə ayırdım. Bərabər olmayan 2 yerə ayırdım. Bir hissəsi 70 dərəcədirsə, digər bucaq neçə olar? Baxın, kör bucaq qalıb. 180-dən 70-i çıxaram, 110 dərəcədə digər kör bucağı almış olaram. Deməli, mənim bu hissəm 70 dərəcədirsə, avtomatik 110 dərəcə də digər bucağım olmuş olar. Bəs yaxşı. Bucaq 1-in qarşılıqlı bucağı hansıdır? Bucaq 3. Bucaq 1-im 110 dərəcədirsə, bucaq 3-üm də axı kör bucaqdır. Baxın, bu hissə kör bucaqdır axı. Bucaq 3-üm neçə dərəcə olacaq? Qarşı-qarşıyadır. Deməli, bucaq 1-in dərəcə ölçüsü bərabərdir bucaq 3-ə. Burada yazmışıq. Aha, bu da nəyə bərabər olacaq? 110 dərəcəyə bərabər olmuş olacaq. Yəni, burada da yazaq. Aha, 110 dərəcəyə bərabər olmuş olacaq. Aha. Deməli, uşaqlar, qarşılıqlı bucaqları bilirsiniz nə ilə yadınızda saxlayın? Riyaziyyatda simmetriya var. Təbiətdən biz nəyi nümunə çəkə bilərik? Kəpənək. Kəpənək nə olur? Qatlananda kəpənəyin qanadları bir-birinin üzərinə düşür. Düzdürmü? Baxın, bu hissə ilə bu hissə bir-birinin üzərinə düşür. Baxın, elə yadda saxlayın. Bu, bunun simmetri yoxudur. Qatlandığı zaman bu hissə bunun üzərinə düşmüş olacaq. Eyni ilə də, baxın uşaqlar, burada da eynidir. Məsələn, mən 2-dir, bu da 4-dür. Baxın, kəpənək kimi. Bunu bu hissəyə qatlamış olsam, 2 ilə 4 üst-üstə düşəcək və yaxud da ki, 1 ilə 3 üst-üstə düşəcək. Bəli, düşəcək. Deməli, 1 ilə 3-ün dərəcə ölçüləri bərabərdir. 2 ilə də 4-ün dərəcə ölçüləri bərabərdir. Mənə 2-ni versə, 3-ü soruşsa nə edəcəm? Baxın, bir düz xət üzərindədirsə, açıq bucağın üzərindədirsə nə etməliyəm? 2-ni veribsə mənə 180-dən bu 2-nin dərəcə ölçüsünü çıxaraq bucaq 3-ü tapmış olacam. Ümid edirəm ki, qonşu və qarşılıqlı bucaqlar hissəsi sizə aydın oldu. İndi isə gəlin hesablama tələb edən hissələrə baxaq. Buradan da bir neçə nümunə çəkək. Baxın uşaqlar, məsələn 6-cı tapşırıqda burada A-ya baxaq. Bizə baxıram ki, A-nı 70 dərəcə verib. Bucaq 1-i istəyir bizdən. Necə eləyə bilərəm? Baxın, sürüşdürmə üsulundan istifadə edəcəm. Sürüşdürmə üsulu nədir? Mən gözümün qarşısına gətirəcəm ki, bu 1 dərəcəni mən sürüşdürürəm, 70-ə yaxın eləyirəm. Bir növ bilirsiniz nəyi? Açıq bucaq üzərində yerləşməsini tapacam ki, bu açıq bucağın hansı istiqamətində yerləşir? Görün, bunun qarşısındadırmı, yoxsa qonşusundadırmı? Mən bunu tapmaq üçün sürüşdürmə əməliyyatını həyata keçirdirəm. Baxın, 1. 1 sürüşsə hara gələcək? Bu hissəyə gələcək. Bəli. Bura bucaq 1 olsa, baxıram ki, açıq bucağın üzərində yerləşib. Mən bucaq 1-in dərəcə ölçüsünü necə tapa bilərəm? Bucaq 1 nəyə bərabər olacaq? Açıq bucaq üzərində yerləşib. Bəli. Qonşusunu bilirəm. 70 dərəcədir. Bəli. Qonşu bucağın 1-i verilib. Bucağın cəmini 180 bilirəm. Digər məchul olan qonşu bucağı necə tapa bilərəm? 180 dərəcədən çıxacam 70 dərəcəni, məlum qonşu bucağı, yerdə qalacaq 110 dərəcə. Əslində, yuxarıda desəm bunu izah etmişdim. 110 dərəcə olmuş oldu. Deməli, mənim burada bucaq 1-im 110 dərəcədir. İndi gəlin bu bir tapşırığa baxaq. C-yə. Baxın uşaqlar, yenə eyni qaydadır. Yəni, şəkilə baxmayın ki, burada məsəl üçün mən bu cür öyrəndim, burada bu cür öyrəndim. Yəni, şəkili fərqli cür verə bilər. Hər istiqamətdə şəkli verə bilər. Məsələn, bayaq düz idi, indi yaz istiqamətdə veribsə, bu demək deyil ki, burada yeni bir qaydadır. Eyni qaydadır. Baxın uşaqlar, yenə sürüşdürmə üsulundan istifadə edirəm. Baxıram ki, bu hissə mənim 100 dərəcədir. Bucaq birimi isə hansı tərəfdədir? Baxın, bucaqlardan da tuta bilərsiniz. Kör bucaqdır? Bəli. Kör bucaqdır? Bəli. İndi gəlin, bucaq 1-i sürüşdürək. Görək, hansı istiqamətə sürüşdürə bilərəm? Baxın, bucaq 1-in bu cürdür də dərəcəsinin ifadəsi. Baxın, bu istiqamətə sürüşdürə bilərəm. Aha, və yaxud da qatdalayaq, simmetri yoxu kimi. Qatlasam mən bunun üzərinə. Bucaq 1 100-ün üzərinə gedib düşəcək.
Bəli. Deməli mənim bucaq birim nəyə bərabər olacaq? Elə 100 dərəcənin özünə bərabər olmuş olacaq. Və yaxud da ki, bucaq birin qonşusu buradır. Bunu köçürtsəm mən bu hissəyə sürüşdürsəm, bu bunun qarşısında olmuş olacaq? Bəli. Qarşı-qarşıya bucaqlar almış olacaq? Bəli. Deməli, qarşılıqlı bucaqların cəmi, daha doğrusu qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabərdir. Qonşu bucaqlar bir-birinə, qonşu bucaqların cəmi 180 dərəcədir. Aha, indi nəyə baxıram? İndi gəlin B-yə baxaq. B-də nədir? Baxın, bucaq 1 və 2-ni verib mənə, məchuldur. Mən bunları tapmalıyam. Baxın, uşaqlar, necə eləyə bilərəm? Baxıram ki, bucaq 1-im mənim kör bucaqdır. Bucaq 2-im də mənim kör bucaqdır. Bunlar bir-birinin qarşısında dayanıb. Deməli, bunlar nədir? Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar nə edir? Bucaq 1 bir-birinə bərabər idi. Yəni, bucaq 1 ilə 2 bir-birinə bərabərdir. İndi nə edirəm? Bu ikisini sürüşdürməkdənsə, gəlin mən az olanı sürüşdürüm də. Düz deyilmi? Baxın, bu bucaq 1-dir. 70-in işarəsi bu cürdür. Mən bunu bura bu cür sürüşdürə bilərəm. Bəli. 70 dərəcə olubsa, bunun qarşısı da 70 dərəcədir. 70-in qonşusunu tapıram. Baxın, bayaqki yuxarıdakı qaydadır. 70-in, baxın, buradan tapmadım qonşusunu. Bu cür nə? Baxın, bu hissədə açıq bucaq üzərindədir. 70-in qonşusunu mən necə tapacam? Yenə 180-dən çıxıram 70-ini. Nəyə bərabər eləyəcək? 110 dərəcəyə bərabər olmuş olacaq. Bucaq 1-i tapdım 110 dərəcə. Axı, bu 1-in qarşısında 2-də dayanıb. Qarşılıqlı bucaqlardır axı. Deməli, bucaq 1 bucaq 2-yə bərabərdir. O ikisi də bərabərdir 110 dərəcəyə. Aha, indi isə gəlin baxaq D-yə. D-imizdə də yeni eyni qaydadır. Nəyə baxıram? Baxın, hətta burada 2 daha rahat verilib. Daha doğrusu 1 daha rahat verilib. Bucaq, baxın, nə üzərində yerləşib? Açıq bucaq üzərindədir. Baxın, açıq bucaq üzərindədir. 100-dürsə, kör bucaqdırsa, bu hissiti bucaqdırsa, 180 dərəcədən 100 dərəcəni çıxıb tapa bilərəm bucaq 1-i. Bəli, neçə dərəcə eləyəcək? 80 dərəcə. Deməli, bizim bucaq 1-imiz neçə dərəcə oldu? 80 dərəcə olmuş oldu. Yazıram bura 80. Aha, indi baxıram. Bucaq 2 var, 3 var. Baxın, uşaqlar, bu 100-ü mən aşağı sürüşdürə bilərəm. Baxın, kör bucaqdır. Sürüşdü, oldu bura. Deməli, bura 100 dərəcədir. Bura 100 dərəcədirsə, 3-ün qarşısında 2 dayanıbsa, qarşılıqlı bucaqlardırsa, bucaq 2 nəyə bərabər olacaq? Bucaq 2 də 100 dərəcə olmuş olacaq. Bəli. Deməli, bizim bucaq 2-miz də 100 dərəcədir. Bucaq 1-imiz oldu 80 dərəcə. Bucaq 2 və 3 qarşılıqlı bucaqlar olduğu üçün oldular 100 dərəcə. Biz burada nə nəticəyə gəlirik? Bucaq 1 qonşu bucaqdır. 2 ilə 3 isə qarşılıqlı bucaqlardır. Aha, daha sonra bunlarda da eyni qaydadır, asandır. Yəni, bu cür, əgər bu üsulları başa düşdünüzsə, burada olanları başa düşdünüzsə, deməli, digərlərini də özünüz eləyə bilərsiniz. 4-ünü mən izah elədim, 4-ünü siz yazarsınız. İndi gəlin, baxaq nəyə? 7-ci tapşırığa baxaq. 7-ci tapşırıqda nədir? Baxın, yenə eyni qaydadır. Sürüşdürmə üsulu ilə mən bu bucaqları tapa bilərəm. Baxın, uşaqlar, paralel olub olmadığını qeyd olunan bucaqlara görə müəyyən edin. Aha, bucaqlara görə mən tapmalıyam ki, bunlar paraleldir, yoxsa paralel deyil. Nəyə baxıram? Bucaq 60 var. Burada da bucaq 60-dır. Bu bucaq, bir də bu bucaq. Üst-üstə düşür, düzdürmü? Sürüşdürdüyüm zaman. Sizcə bunlar paraleldir? Bəli, paraleldir. İndi gəlin baxaq. Bu isə 132 dərəcədir. Kör bucaqdadır. Bu isə 38 dərəcədir, iti bucaqdadır. Gəlin sürüşdürək. Sürüşdürürəm bura. Burada olacaq 138 dərəcə, 132 dərəcə. Deməli, 132 dərəcənin üzərinə mən 38 dərəcəni gələndə, əgər 180 dərəcə edirsə, qonşu bucaqlardırsa, deməli, bu bucaqlarımız nədir? Paraleldir. Gəlin, baxaq. 8-ün 2 gələndə 10, 1 yadda, 3 üstü 3, 6, 7 və 170 dərəcə. Sizcə, bu bucaqlarımız paraleldir? Xeyr, paralel deyil. Çünki 132-nin üzərinə 38 gələndə, mən 180 dərəcəni almalıydım. 180 dərəcəni almadımsa, deməli, bu bucaqlarımız nədir? Paralel deyil. Bunun üzərindən xətt çəkirəm. Bu paralel deyil. Gəlin isə digərini yoxlayaq. Baxın, uşaqlar, gəlin bunu sürüşdürək. 45 dərəcədir, 135 dərəcədir. Baxın, sürüşdürdüm bura.
135-in üzərinə 45-i gələndə mənə 180-i verəcəksə, bu bucaqlarımız paraleldir. Gəlin baxaq. 5 üstə 5 gələndə 10, 1 yadda, 7, 180 dərəcə. Alındı 180 dərəcə, bəli. Deməli, bizim C bucağımız paraleldir. İndi gəlin D-yə baxaq. 128, 32-dir, düzdürmü? Baxın, 128 bizim kör bucağımızdır. Baxın, uşaqlar, işarələrdən də tuta bilərsiniz. 128-i sürüşdürürük hara? Baxın, bu istiqamətə, yuxarıya. 128 dərəcə. İndi gəlin toplayaq, görək bunlar paraleldir, yoxsa yox. 128-in üzərinə gələrəm 32 dərəcəni. Dərəcəni unutmayaq. Aha. Nəyə bərabər eləyəcək? 8-in üstə 2 gələndə 10, 1 yadda, 2-nin üzərində 3 gələndə 5, 6, 160 dərəcə alındı. Sizcə bu bucaqlar paraleldir? Xeyr. Niyə paralel deyil? Çünki qonşu bucaqların cəmi mənə 180 dərəcəni verməli idi. Əgər 180 dərəcəni verməyibsə, onda bu bucaqlarımız nədir? Paralel deyil. Deməli, bizdə B və D variantları paralel olmadı. Belə uşaqlar, bugünkü dərs izahımız bu qədər. Ümid edirəm ki, izahımız sizə faydalı oldu. Əgər nə isə anlamadınızsa, nə isə başa düşmədinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Sizə uğurlar.